Hər kəsə salam. Bu günlərim Məhəmməd Füzulinin Məni candan usandırdı qəzəlini təhlil edəcəm. Bilirik ki, Məhəmməd Füzuli istənilən bir imtahanın, istəyir abituriyent imtahanı olsun, istəyir MİQ və yaxud da sertifikasiya imtahanı olsun, filologiyada ən əsas suallarından, qaçılmaz suallarından biridir. Burada da bəzən onun qəzəlləri düşür və Məni candan usandırdı qəzəli də kifayət qədər çox düşən suallardan biridir eyni zamanda. Və ona görə də Məni candan usandırdı qəzəlini təhlil etmək istədim. Bilirik ki, biz əsərləri iki cəhətdən təhlil edə bilərik. Ümumiyyətlə testlər bizə bunları iki cəhətdən təhlillə bağlı suallar salır. Təhlilin biri forma təhlilidir. Biz hər hansısa bir əsəri forma cəhətdən təhlil edə bilməliyik. Digər tərəfdən də biz hər hansısa bir əsəri məzmun cəhətdən təhlil edə bilməliyik. Mən sizə əvvəlcə əsəri forma cəhətdən təhlil edəcəm, formasını təhlil edəcəm. Sonra isə məzmun təhlilinə başlayarıq. Yadımızda saxlamaq lazımdır ki, testlərin özlərində də bizə bunu bu formada verirlər. Bəzən testin şərtində qoyur ki, forma cəhətdən təhlili ilə bağlı doğrunu seç və yaxud da yanlışı seç. Bəzən məzmunla bağlı, bəzən də ümumi deyirlər. Yəni biz testin şərtində bu məqama diqqət etməliyik. Deməli, forma təhlilinə nələr daxildir? Biz nəzəriyyədə əsərin formasına nələr daxildir öyrəniriksə, bax onlar hamısı istənilən bir əsərin forma təhlilinə daxildir. Birinci növbədə forma təhlilinə daxildir, növ daxildir. Bu şeir hansı növdədir? Lirik növdədir. Deməli ki, şeir lirik növdədir. Lirik növ nə əsasında yazılır? Əsasən, həmişə yox, əsasən tərənnüm əsasında yazılır. Tərənnüm əsasında yazılır. Bu şeir də tərənnüm əsasında yazılıbdır. Sonra şeirin janrı qəzəl janrındadır. Bunu yadda saxlamaq lazımdır. Beyit formasındadır. 7 beytdən ibarətdir. Bunu diqqətdə saxlamaq lazımdır. Neçə beytdən ibarət oldu? 7 beytdən ibarət oldu. Bunu diqqətdə saxlamaq lazımdır. Və qafiyə quruluşu. Bütün qəzəllərin qafiyə quruluşundan eyni formadadır. Hər hansısa bir fərqli və yaxud da kənara çıxma yoxdur. Burada da birinci beyt A qafiyələnir. Elə qəzəlin ilk beyti olduğunu da onun A qafiyəsindən tapırıq. Burada qafiyə təşkil edən sözlər usanmazmı və yanmazmı qafiyələridir. Bunu diqqətdə saxlayırıq. Sonrakı qafiyə isə ikinci beytin birinci misrası B, digəri isə ikinci misrası isə A formasında qafiyələnir. Sonra C, A formasında qafiyələnir və qafiyə bu formada gedir. Yəni ilk beytin hər iki misrası həm qafiyədir, sonraki beytlərin yalnız birinci misrası sərbəst, birinci misralar sərbəst, digərləri isə birinci beytin misraları ilə həm qafiyə təşkil eləyir. Məsəl üçün, burada sanmazmı, inanmazmı, oyanmazmı, bulanmazmı, utanmazmı və usanmazmı formasında qafiyə təşkil eləyir. Burada diqqət eləyirik. Təkrarlanan sözlər də var eyni zamanda. Ümumiyyətlə, əsərin dilində bol-bostan bədii təsvir və ifadə vasitələri var. Sadəcə bu məqama biraz diqqət edin. Birinci beytin ilk misrasının da qafiyəsindəki usanmazmı sözü eyni ifadədir. Sonuncu beytdə də usanmazmı ifadəsi yenə də eyni ifadədir. Bu qəzəlimizin qafiyə quruluşu və bir də testlərdə bu şeirlə bağlı gələn məqamlardan biri qafiyə ilə bağlı. Deyir ki, qafiyənin müxtəlif növlərindən istifadə olunubdur. Bəli, bu fikir doğrudur. Nəyə görə bu fikir doğrudur? Ona görə ki, bu şeirdə həm daxili qafiyədən, həm də zəngin qafiyədən istifadə olunubdur. Qəzəlin birinci beyti xaric, birinci beytdə yoxdur. Digər bütün beytlərdə daxili qafiyədən istifadə olunubdur. Məsəl üçün, bax, burada daxili qafiyə canan, dərman, sonra mən, bilmən, canım, əfqanım, sonra qarşı, bu, mail, qafil, burada isə şeydadır, sevdadır sözləri daxili qafiyə sayılır. Yalnız qəzəlin birinci beytində daxili qafiyədən istifadə olunmayıb. Digər bütün beytlərdə isə daxili qafiyədən istifadə olunubdur. Bunu da bir məqam kimi yadımızda saxlayırıq və belə olanda da qafiyənin müxtəlif növlərindən istifadə edilmiş olur. Sonra və bir də daxili qafiyəni bilirik ki, qəzəlin, məsəl üçün, bu qəzəldə də götürüb sala bilər və ümumi nəzəriyyə sualı da olaraq sala bilər ki, daxili qafiyə qəzəlin istənilən bir yerində istifadə oluna bilər. Xeyr, belə deyil. Daxili qafiyənin də bölgüdə eyni yerə düşməsi vacibdir əruz vəzni üçün. Bu məqamı da diqqətimizdə saxlayırıq. Sonra
Əsərin forma xüsusiyyətlərində daha nələri yadımızda saxlamalıyıq? İlk beyti yadda saxlamalıyıq, mətlə beytdir. Qafiyəsindən tapırıq mətlə beyt olduğunu. Son beytini yadda saxlamalıyıq, mətlə beytdir. Bunu qafiyədən tapa bilməliyik. Orta beytlərlə eyni qafiyədə olur. Bunu sadəcə sənətkarın təxəllüsündən tapırıq. Burada öz təxəllüsünü işlədibdir. Bax, buradan tapırıq ki, qəzəlin mətlə beytidir, son beytidir. Və bir də bir şey yadımızda saxlayırıq ki, bu qəzəldə ümumilikdə cəmsi bircə dənə müraciət obyekti var. Həbibim deyərək yara sevgiliyə müraciəti var lirik qəhrəmanımızın. Başqa bir müraciət obyekti yoxdur. Füzuli öz təxəllüsünü işlətsə də yenə də özünə də müraciət eləmir bu qəzəldə. Bu məqamı da diqqətimizdə saxlayırıq. Sonra gəlir ki, testlərə bu əsər hansı bədii təsvir və ifadə vasitələrinin üzərində qurulubdur. Yadımızda saxlayırıq ki, əsər qurulubdur. Bədii suallar və bir də bədii təzad üzərində qurulubdur. Bir də bədii təzad üzərində qurulubdur. Təzad. Burada daha çox mənanın təzadından istifadə olunubdur. Bu məqamı da diqqətdə saxlayırıq. Və əsərin dilində bol-bostan bədii təsvir və ifadə vasitələri var ki, biz də bunu əsərin içərisinə girərkən tapacağıq, orada müzakirə eləyəcəyik. Və başlayaq əsəri təhlil eləməyə məzmun cəhətdən. Bir də forma cəhətdən onu da qeyd edeyim ki, bu əsərimiz bizim birinci misra əsasında adlandırılıbdır. Bu məqamı da yaddan çıxartmırıq. Qəzəlin adı məni candan usandırdıdır. Yəni birinci misra əsasında adlandırılıbdır və bir də testlərdə gəlir həmişə ki, qəzəlin bütün misralarında bədii sualdan istifadə olunubdur. Xeyr, sadəcə qəzəlin birinci beytin hər iki misrasında bədii sualdan istifadə olunubdur. Digər beytlərin isə yalnız ikinci misralarında, sonuncu misralarında bədii sualdan istifadə olunubdur. Digər misralarda isə bədii sualdan istifadə edilməyibdir. Bu məqamı da diqqətdə saxlayırıq. Və gələk qəzəli təhlil eləməyə. Yadımızda saxlayırıq ki, əsərin baş qəhrəmanı, əsas qəhrəmanı, lirik qəhrəmanı aşiq obrazıdır. Aşiq obrazı müəllifin özünə müəyyən mənada üst-üstə düşür. Çünki lirik qəhrəman deyəndə biz müəllifi nəzərdə tuturuq lirik əsərlərdə adətən. Amma tamamilə o Füzuli ilə tamamilə üst-üstə düşürmü bütün duyğular? Xeyr, tamamilə lirik qəhrəmanla müəllifi eyniləşdirmək olmaz, mümkün deyil. Çünki müəllif orada yalnız öz duyğularını, öz hisslərini yox, o eyni hissi keçirən hər kəsin duyğusunu, hissini verdiyinə görə lirik qəhrəmanla müəllif obrazını tamamilə də eyniləşdirmək olmaz. Bir də təkrarlayıram, əsərdən həm də aşiqin, yəni həm də məşuqənin cizgiləri görsənir və lirik qəhrəman müəlliflə müəyyən mənada üst-üstə düşür. Onların xüsusiyyətləri üst-üstə düşür, amma tamamilə eyniləşmir. Həm lirik qəhrəman aşiqin, həm də məşuqənin cizgiləri bu əsərdə tamamilə açılır. Deməli, qeyd etdiyim kimi, bu qəzəldə aşiq öz xarakterindən daha çox göz önündə görsənir. Onun xarakterik cizgiləri, xarakter xüsusiyyətləri açılır. Məşuqə isə öz gözəlliyi ilə, hədsiz gözəlliyi ilə yadda qalır və bu xüsusiyyətlərinə görə bu qəzəl müqayisə oluna bilər Şah İsmayıl Xətainin Dəhnamə poemasına və bir də Qasım bəy Zakirin Badi Səba mənim dərdi dilimi qoşmasına müqayisə oluna bilər. Nəyə görə? Çünki hər iki əsərdə və Füzuliyin bu əsərində, yəni hər üç əsərdə əslində aşiq obrazları öz xarakterlərindən, öz bitkinliklərindən, eşqləri yolunda hər çətinliyə, hər əzab, əziyyətə dözməklərinə və nə olursa olsun öz eşqlərindən dönməməklərindən yadda qalırlar. Məşuqə obrazları isə öz gözəllikləri ilə yadda qalırlar ki, bu xüsusiyyətlərinə görə bu üç əsər bir-birinə müqayisə oluna bilər. Digər tərəfdən bu üç əsərin bir-birinə müqayisə oluna bilmə səbəbləri Dəhnamə poemasını qoydum. Digər tərəfdən bu əsər başqa hansı əsərlərlə müqayisə oluna bilər? Forma xüsusiyyətlərinə görə isə bu qəzəl müqayisə oluna bilər. Mirzə Rəhbər Sabirin Neylərdin İlahi qəzəlinə, sonra Mikail Müşfiqin Həyat sevgisi şeirinə, sonra yenə Qasım bəy Zakirin Badi Səba mənim dərdi dilimi qoşmasına müqayisə olunacaq. Nəyə görə? Çünki bu şeirlərin hamısı bədii suallar və bədii təzadlar üzərində qurulubdur. Bədii suallar və bədii təzadlar üzərində qurulmasına görə də biz bu əsəri həmin sadaladığım əsərlərlə müqayisədə görə bilərik ki, bunları da diqqətdə saxlayırıq. Eyni zamanda burada ekranda yerləşdirəcəm onları da. Və başlayaq əsəri məzmun cəhətdən təhlil eləməyə.
Yadımızda saxlayırıq ki, əsərin adı birinci misra əsasında adlandırılıbdır. Ümumiyyətlə, bu əsərdə rədif yoxdur, bunu da diqqətdə saxlayırıq və əsərin adı əsərin məzmunuyla eynidir. Biz hətta əsərin adını görəndə heç əsəri oxumasaq belə, oxumamış olsaq belə, əsərin sadəcə adından təxmin eləmək olar oradakı mövzunu. Necə təxmin eləmək olar? Məni candan usandırdı. Qəzəlin adı budur. Baxın, birinci misranın bir hissəsi əsasında adlandırılıbdır. Klassik əsərlər adətən bu formada adlandırılır. Ya rədif əsasında, ya da birinci misra əsasında adlandırılır. Bu əsərimizdə bu cürə adlandırılıbdır və əsərin məzmunuyla tam olaraq bağlıdır. Biz elə birinci əsərin adını görəndə və yaxud da birinci misranı görəndə görürük ki, burada dərd, qəm çəkən bir aşiq obrazı var. Məni candan usandırdı. Baxın, bu ifadəyə xüsusi diqqət edirik bu əsərdə, usandırdı ifadəsinə. Çünki testlərdə çox tez-tez düşür ki, aşiq canından bezirmi, məşuqənin cəfasından bezirmi? Bəli, aşiq canından, məşuqənin cəfasından bezir. Onu elə ilk misrada o özü ifadə edir ki, məni candan usandırdı. Cəfa, ağrı, əzab, əziyyət mənalarını ifadə edir. Bəs cəfa verməkdən yar usanmazmı? Və biz bu misradan görürük ki, yarı məşuqə, aşiqə həddindən artıq çox cəfa verir, əzab, əziyyət verir ona. Məni canımdan usandırdı, canımdan bezdirdi, amma sonra bədii sual formasında qoyur ki, bəs yar cəfa eləməkdən usanmazmı? Fələklər yandı ahimdən, burada mübaliğədən istifadə edibdir. Fələklər yandı ahimdən deyərkən müəllif mübaliğədən istifadə eləmiş olur. Çünki fələklər deyərkən göyləri nəzərdə tutur. Göylər insanın ahından yana bilməz. Muradım şəmi yanmazmı? Burada isə bədii təzaddan istifadə edibdir. Yəni, mən kiçik elə bir ah çəkdim ki, ondan böyük olan göylər yandı, od tutdu, yandı. Amma mənim arzu muradımın o balaca bir şamı yanmazmı? Həm bədii sual var, həm bədii təzad var, həm də mübaliğədən, yəni şişirtmədən istifadə eləyibdir burada. Sonra bir də birinci misra ilə bağlı diqqətdə saxlayırıq. Testdə həmişə gəlir ki, məşuqən aşiq sevgisindən yorulubdur, sevgisindən bezibdir. Xeyr, aşiq obrazımız tamamilə bitkin bir obrazdır. Yəni tam olaraq xarakter cəhəti ilə diqqətimizi çəkən bir obrazdır. Eşq yolunda hər cəfaya hazır olan bir obrazdır. Ona görə də o təbii ki, sevgisindən dönmür və sevgisindən dönməyi ümumiyyətlə ağlına belə gətirmir. O sadəcə yarının cəfasından yorulur, yarının ona verdiyi əzab əziyyətdən yorulur. Bir də burada diqqətdə saxlayaq, dilimizdə cəfakeş ifadəsi, bir də var dilimizdə cəfakar ifadəsi. Cəfakeş deyəndə söhbət burada cəfanı çəkəndən gedir. Yəni bu kimdir? Aşiqdir. Aşiq necə bir obrazdır? O cəfakeş obrazdır. Cəfakeş deyərkən testlərdə buna diqqət edəcəksiniz. Aşiqdən gedir. Cəfakar isə cəfanı, yəni əzab əziyyəti verən mənasındadır. O kimdir? O da məşuqədir. Məşuqə isə cəfakar obrazdır. Bunu da diqqətdə saxlayırıq. Testlərdə düşən məqamlardan biridir. Bilə. Sonra bu beyit daha çox sufiyanə eşqin təzahürüdür. Bu ikinci beyit daha çox sufi eşqin təzahürüdür. Ümumiyyətlə əsərdə real dünyəvi eşqlə sufi eşq bir-birinə tamamilə qaynayıb qarışıbdır. Yəni bəzən elə beytlər, elə misralar var ki, biz orada tam olaraq fərqləndirə bilmirik ki, bu sufi eşqdən burada söhbət gedir, ilahi eşqdən söhbət gedir, yoxsa real eşqdən söhbət gedir. Bu ümumiyyətlə orta dövr ədəbiyyatının xarakterik xüsusiyyətidir. Qamu bimarinə canan, qamu hamı, bütün mənasını ifadə edir. Bimar da xəstədir. Yəni canan bütün xəstələrinin dəva-i dərd edər ihsan. Dərdinə dərman eləyər. Gözəl, yar, bimar, nədir? Canan bütün xəstələrinin dərdində dərman eləyər. Belə bir keyfiyyət bir qıza, bir məşuqiyə aid ola bilmədiyinə görə təhlilçilər bunu daha çox Allah anlamında, yəni Allah bütün xəstələrinin, onun uğrunda çalışanların, onu sevənlərin hamısının dərdinə dərman eləyər. Nə üçün qılmaz mənə dərman, məni bimar sanmazmı? Lakin bizim aşiqimizin dərdinə, yəni bu qəzəlin aşiqinin dərdinə nədənsə dərman eləmir və o da bunu bədii sual formasında qoyur. Qəmin pünhan tutardım mən. Baxın, burada diqqətdə saxlayırıq. Füzuli, yəni lirik qəhrəman öz qəmini gizli saxladığını, açmadığını, açıqlamadığını ifadə edir. Dedilər, yarə qıl rövşən. Rövşən sözünün mənası işıq deməkdir. Yəni, mənə dedilər ki, deməli ki, bəzən aşiqə, bu aşiqə kənardan
məsləhətlər verənlər də olur. Məsələn, bunu bizə yenə də Dəhnamə poemasının aşiq obrazından müqayisə eləyə bilərlər, Leyli və Məcnun da Məcnun obrazından müqayisə eləyə bilərlər. Çünki ona da məsləhətlər, nəsihətlər verənlər var idi. Burada da lirik qəhrəmana nəsihət verən var ki, sən deyirlər get bunu yara işıqlandır. Yəni yarına söylə də, sən qəmini pünhan tutursan, bəlkə heç onun xəbəri yoxdur. Sən get bir ona söylə. Amma burada lirik qəhrəmanımız tərəddüddə qalır. Deyir ki, desəm ol bivəfa, buranı diqqətdə saxlayırıq. Deməli, yarını necə adlandırdı? Bivəfa adlandırdı. Ol bivəfa bilmən inanarmı, inanmazmı? Yəni, mən bilmirəm ki, ona gedib bunu desəm, o buna inanarmı, inanmazmı? İndi burada nəyə diqqət edirik? Baxın, əsər bədii suallar üzərində qurulubdur, düzdürmü? Əksər bədii sualların cavabını Füzuli aşiq demək olar ki, bilir. Məsəl üçün, məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yanda ahimdən muradım şəmi yanmazmı? Bunları deyərkən o bu sualların cavabını əslində bilir. Yəni, o bilir ki, onun arzu şamı yanmayacaq. O bilir ki, onun yarı cəfa eləməkdən usanmayacaq. Çünki o uzun müddətdir ki, görünür ki, bu cəfaları dözür, çəkir, yarı da cəfa eləməkdən yorulmur. Lakin bu üçüncü beytdəki bədii sualın cavabını lirik qəhrəman bilmir. Yəni, o tərəddüdə düşür burada. Deyir, bilmirəm, mən desəm o bivəfa mənə inanarmı, yoxsa inanmazmı? Bu beyt qəzəlin şah beytidir. Yadımızda saxlayırıq, şah beyt məzmun əsasında müəyyənləşdirilir, forma əsasında müəyyənləşdirilmir. Çünki qafiyə quruluşuna və yaxud da hər hansısa bir forma xüsusiyyətinə görə biz onun şah beyti olduğunu tapa bilmərik. Məzmun əsasında bilirik ki, bu şah beytdir. Şəb-i hicran yanar canım, tökər qan çeşmi giryanım. Şəb-i hicran, hicran sözünün mənası ayrılıqdır, şəb də gecə deməkdir. Hicran gecəsi, ayrılıq gecəsi mənim canım yanar və tökər qan çeşim, gözlərimdə qanlı yaş tökər. Burada nədən istifadə edibdir? Mübaliğədən istifadə edibdir. Burada mübaliğə var. Oyadar xəlqə əfxanım. Burada həm oyadar ifadəsindən inversiya yaradıbdır, həm yenə yəni bir əfqan eləməklə, ah-nalə çəkməklə xalqı oyatmaq məsələsini qoyubdur. Yenə mübaliğədən istifadə edibdir. Qarabəxt ifadəsindən bədii təyindən istifadə edibdir. Epitet var burada. Qarabəxtim oyanmazmı? Və eyni zamanda qarabəxtin oyanması məsələsini qoymaqla metafordan istifadə edibdir. Bunu da diqqətdə saxlayırıq. Yəni baxın, bir beytin içərisində müəllif bir neçə dənə bədii təsvir və ifadə vasitələrindən istifadə edə bildi. Və yenə təkrarlayıram, bu beyt əsərin şah beytidir. Yəni şah beyt müəllifin hisslərinin ən qüvvətli ifadə olunduğu beyt sayılır və biz onu məzmun əsasında müəyyənləşdiririk. Burada gül rüxsar ifadəsindən yenə epitetdən istifadə edibdir. Rüxsar sözü mənası üzdür, yəni gül üzünə qarşı. Mənim qəzəldə ən çox sevdiyim beyt amma bu beytdir. Gül rüxsarına qarşı gözümdən qanlı axar su. Sənin gül üzünə qarşı deyir, gözəl gül üzünə qarşı mənim gözümdən qanlı sular axır. Burada, baxın bu hissəni diqqətdə saxlayın, burada epitet yoxdur, qanlı axar su. Çünki həm özündən sonra fiil gəlibdir, həm də su qanlı ola bilər də, yəni orada məcazilik yoxdur eyni zamanda. Ona görə orada epitet yoxdur, buranı diqqətdə saxlayırıq. Amma mübaliğədən istifadə edibdir, sonra axar ifadəsini əvvələ keçirməklə inversiyadan istifadə edibdir və qəzəlimizin yeganə müraciəti Həbibim deyərək sevgiliyə müraciət eləyir. Həbibim, fəsli güldür bu, fəsli güldür deyərkən yaz fəslini nəzərdə tutur və buna metonimiya ad dəyişmədən istifadə edibdir. Burada axar sular bulanmazmı? Baxın, bu beyt niyə görə gözəl beytdir? Bu beytdə mübaliğə yaradıbdır müəllif. Deyir ki, yəni sənin gül üzünə qarşı mənim gözümdən qanlı sular axır. Amma sonra bunu sanki adi bir şeymiş kimi ifadə edir, izah edir öz yarına. Deyir ki, indi gül fəslidir də, bahar fəslidir. Bahar fəslində sular bulandığına görə mənim gözümdən də axan o qanlı sular normaldır. Yəni axması normaldır. Sanki yarın üzünü gözəl bir bahar fəslinə bənzədir və onun özünün gözündən axan o yaşları da yazda axan o bulanıq çaylara, bulanıq sulara bənzədir və burada mübaliğə yaratmasına baxmayaraq bunu normallaşdırır. Bunu normal bir hal kimi, vəziyyət kimi qələmə verir və ona görə də qəzələ xüsusi bir gözəllik qatan bir beytdir bu bir beyt. Deyildim mən sənə mail. Mail burada meyl eləyən deməkdir. Mən sənə meyl eləyən deyildim deyir. Sən etdin əqlimi zail. Sən mənim ağlımı, əqlimi əlimdən aldın deyir.
Mənə tən eyləyən qafil, mənə tən eləyən, yəni mənə gülən, mənə rişxənd eləyən, mənə tənə eləyən, istehza eləyən qafil səni görəcək utanmazmı? Tənə eləmə məsələsi harda var idi? Baxın, yenə Füzulinin Leyli və Məcnun poemasında biz bunu rastlaşarıq da. Orada da, yəni təxmini dövrün hardasa xüsusiyyətləri özünü göstərmiş olur bu qəzəldə də ki, və Leyli və Məcnun poemasında da ki, aşiq olmaq, sevmək dövr üçün çox da qəbul olunan bir hal deyildi. Ona görə də aşiqlərə tənə eləyirdilər. Biz bunu bu qəzəldə də görürük. Biz bunu eyni zamanda Leyli və Məcnun poemasında görürük. Amma biz bunu Dəhnamə poemasında görmürük. Məsələn, orada aşiq özü tənə eləyəndir. Yəni sevənlərə əbləh adlandırır, tənə eləyir. Halbuki onlar eyni dövrün əsərləridir. Mənə tən eləyən qafil səni görəcək utanmazmı? Burada səni görəcək utanmazmı deyəndə yenə də yarın qızın gözəlliyini gözlərimizin önündə sərgiləyir ki, o qədər gözəldir ki, tənə eləyən qafil onu görərsə utanar. Hardasa bu hissədə yenə Dəhnamənin aşiq obrazına müqayisə oluna bilər. Testlərdə hardasa sual gələ bilər bununla bağlı. Orada aşiq özü tənə eləyən, sevənlərə əbləh deyən biri idi. O da məşuqənin gözəlliyini görəndə hətta yuxuda gördü öz məşuqəsini və ona vuruldu, aşiq oldu. Bu beytdə, bu misrada da yenə eyni bir hardasa yaxın bir fikir ifadə olunubdur ki, mənə tənə eləyən qafil sənin gözəlliyini görsə o utanmaz mı? Yəni öz tənəsindən, öz düşüncələrindən o utanmazmı? Burada Füzuli sonuncu beytdə öz təxəllüsünü işlədir. Füzuli rind-i şeydadır. Füzuli eşq dəlisidir. Rind sözünün mənası, hərfi mənada desək, gecə-gündüz Allaha dua eləyərək dünyanın bütün maddi nemətlərindən əl çəkib yalnız ömrünü ibadətdə keçirən insan deməkdir. Yəni sanki burada da lirik qəhrəman, aşiq obrazı bütün hər bir şeyini, zamanını, vaxtını, sevgisini məşuqiyə veribdir. İndi biz burada tam olaraq deyə bilmərik ki, o tam olaraq real gözəldir. Yəni burada Tanrı da nəzərdə tutula bilər. Yenə bu beytin özündə də sufi eşqlə real eşq bir-birinə çox qaynayıb qarışıbdır. Füzuli rind-i şeydadır və bu xüsusiyyətinə görə də xalqın yanında rüsva idi. O bunu özü bilir. Lirik qəhrəman bilir ki, o eşq dəlisi olduğuna görə xalqın yanında rüsva idi. Yenə Məcnun obrazına müqayisə oluna bilərmi? Bəli, çünki o da eşq dəlisi olduğuna görə, Məcnun da eşq dəlisi olduğuna görə xalqın yanında rüsva idi və məzmun baxımından da baxanda gedib görürük ki, eyni yerə çıxır əslində. Füzulinin həm Leyli və Məcnun əsəri, həm Məni candan usandırdı qəzəli, orada da Məcnun real eşqlə başlamışdı. Amma sonra o getdi hara çıxdı? İlahi səviyyəyə çıxdı da. Çünki Leylidən imtina eləməsi Məcnunun artıq onun ilahi eşq səviyyəsinə gəlib çatdığını göstərir. Yəqin ki, bu beytdə də Füzuli hardasa eyni fikirləri ifadə edibdir. Və o istəyir ki, ondan soruşsunlar ki, sorun ki, bu nə sevdadır? Ondan soruşsunlar ki, bu nə sevdadır? Bu sevdadan usanmazmı? Yəni o istəyir ki, ondan soruşsunlar ki, sən bu sevdadan usanmazsanmı? O təbii ki, bunun cavabını bilir və bunun cavabında o qarşılığında deyəcək ki, xeyr, mən öz sevdamdan, öz sevgimdən usanmaram, amma yenə də istəyir ki, bunu ondan soruşsunlar. Və diqqətdə saxlayırıq ki, burada bu ifadələrini 2 dəfə istifadə eləməklə bədii təkrirdən də istifadə eləyibdir müəllif. Belə, ümid edirəm ki, bunun sizə, bu qəzəlin təhlilinin sizə bir faydası toxundu. Əgər faydası oldusa, bunu şərhlərdə qeyd edin və siz hansı əsərin təhlil olunmasını sizin üçün istəyirsiniz, onu da qeyd edin. Növbəti dəfələrdə mən də həmin əsərlərin üzərində işləyim. Oldu, çox sağ olun.